qızlar üçün yataqxana tikən iş adamlarının vergidən azad olunması önəmli şərtdir. Təkcə dövlət bu işi götürənməz. Bölgədə yaxşı imkanı olan iş adamı var. İmkan verin bu məktəb açsın. Baxın, Azərbaycanda Lənkəranda, Masallı zonasında Məryəm xanım adında bir demək Bayraməli bəy adında bir maarifçi olub o dövrdə. Onun qızı 20 yaşında məktəb direktoru olub. Təsəvvürlə ki, Cənub bölgəsində qız məktəbinin açılması, onun idarə olunmasında böyük rol olub. Demək, imkan yarananda o dövrdə buna çıxan belə bir maarifçi qadınlar bu dövrdə də çıxacaqlar. Qadın əllərindən uzaqlaşmış insanların biz yenidən bir fərqli formada təhsillə qaytara bilərik yeni dövrə, cəmiyyətə. Və artıq onda ailə dağılmaları da bu səviyyədə olmayacaqdır. Çünki səviyyəli, düşüncəli qadın həm də kompromisə gedən qadındır. Savadsız qadın kompromisə getməz. Savadsız kişi kompromisə getməz. O oxumuş adam hardasa bir yerdə kompromisə gedir və ailəni qoruya bilirlər. Və bu problemlər hamısı bir-biri ilə bağlıdır. Ona görə də qız məktəblərinin açılması vacib şərtdir. Qızların təhsildən azad olunması vacib şərtdir.